Dil çaşar, düzünü deyər, burada deyiblər. Ermənistan naziri Nikol Paşinyan Ermənistanda vətəndaşlarla görüşdüyü zaman onlardan biri biz onları türkləri yəni Azərbaycanlıları qovmuşuq, qıra-qıra gəlmişik sözün deyib. Bu an Paşinyan çəkiliş zamanı olub. Bu zaman Paşinyan deyib ki, çəkiliş gedir, yəni gözün işarə eləyib. O isə mövzunu dəyişib. Deyib ki, Kəlbəcərdəkilər biz onları buradan qovmuşuq. Özləri də etiraf edirlər ki, biz yəni Azərbaycana qırmışıq. İndi isə biz onları uzaqdan baxırıq. Onlar bizi buradan istəmirlər, bizi buradan qovublar. Gəlin videonu izləyək, hər şey aydın olsun. Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Geqarkonik vilayətinin, yəni Basarkeçər rayonunun Kut, yəni Zərkənd kəndinə səfəri zamanı bilmədən tarixi həqiqəti söyləyən vətəndaşı susturub. Cənab nazir, bir sual vermək olar. Siz Kut kəndindənsiz? Adım Qərbiyan Lendroş. Mən Kutdanam. 33 ildir ki, burada yaşayıram. O vaxt bu kənddəki türkləri qovub, qırıb gəlmişik bura. Bu an Paşinyan gözü ilə onun kameraların çəkdiyini göstərir və sözünü davam etməyə imkan vermir. Erməni kişi isə hə, başa düşdüm deyərək fikrini başqa cür ifadə edir. O vaxt hələ Azərbaycanlılar Kəlbəcərdən qaçmamışdılar. Xanlar rayonuna gəlib yuxarıda qoyun otarırdılar. İndi o türklərin oturduqları yer var ha, orada fermalar var idi. Biz ora gedirdik, onları oradan qovurduq. Xanların ferma müdürü gəlib bizdən xahiş edirdi ki, mane olmayın, qoyunlarımız otlasın. Biz də icazə vermirdik. İndi necə oldu ki, o vaxt biz nəzarət edirdik. İndi deyirlər türklərindir. Kim deyir? Türklər. Ermənilər açıq-aşkar etiraf edirlər ki, 30 il əvvəl dinc Azərbaycanlıları bilərəkdən öldürüb və bu torpaqlardan didərgin salıblar. Və belə olduğu halda hazırda bölgənin sərhəd yüksəklikləri Azərbaycanın nəzarəti altında olması erməniləri ciddi narahat edir. Çünki vaxtı ilə törətdikləri çirkin və amansız əməllərin hesaba çəkilməsindən qorxurlar. Günay Namazova, Baku TV.